Exolaliya nədir? Exolaliya uşağın eşitdiyi söz və ya cümlələri eyni ilə təkrar etməsidir. Məsələn, siz uşağa su istəyirsən deyirsiniz, uşaq isə cavab olaraq yenə də su istəyirsən deyir. Bu exolaliyadır. Exolaliya istənilən neyrotipik uşaqlarda nitq başlayanda özünü göstərir. Lakin bu o qədər tez baş verir ki, keçib gedir ki, biz bunu hiss etmirik. Amma autizmli və digər nitq inkişafında geriləməsi olan uşaqlarda bu daha uzun müddət baş verir. Exolaliya iki formada özünü göstərir. Dərhal exolaliya, yəni eşidilən sözün anında təkrar olunması və gecikmiş exolaliya, yəni əvvəllər eşidilən cümlələrin saatlar sonra və ya günlər sonra təkrar olunması. Biz bunu bilməliyik ki, exolaliya mənasız bir davranış deyil. Bununla uşaq istəklərini bildirməyə, ünsiyyət qurmağa və özünü sakitləşdirməyə çalışa bilər. Elə buna görə də uşağı susturmaq yox, düzgün şəkildə yönləndirmək lazımdır. Uşağınızda exolaliya hiss etmişsinizsə, bunu mütəxəssislərin köməyi ilə aradan qaldıra bilərsiniz. Eyni zamanda düzgün dəstək, nitq terapiyası və psixoloji yanaşma ilə uşağınızın ünsiyyət bacarıqları da inkişaf edər.